Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə 13-cü uca ismə, Əl-Bari isminə nəzər salırıq. Əl-Bari nə deməkdir? Bu, yoxdan var edən, hər şeyi bir-biri ilə uyğunluq içində yaxşılaşdıran və yaradılışına nümunə gətirmədən həyata keçirən deməkdir. Əl-Xaliq planlayıb ölçür, Əl-Bari isə bu planı həyata keçirir və yaradılanları fərqli, qüsursuz şəkildə formalaşdırır. O, hər bir canlını müstəqil şəkildə, fərqli xüsusiyyətlərlə yaradıb. O, maddəni yaradır. Bu isim Allahın yaradıcılığındakı qüsursuzluğun və bənzərsizliyin şahididir. Hər şeyi tərtəmiz və qüsursuz bir şəkildə yaradan O'dur. Bəs Ya-Bari zikri nə üçün və nə qədər çəkilməlidir? Ya-Bari zikri əsasən xəstəliklərdən şəfa tapmaq, bədəndəki çatışmazlıqların aradan qalxması, səhv və qüsurlardan qorunmaq və hər bir işdə müvəffəqiyyət qazanmaq üçün çəkilir. Bu zikri 213 dəfə və ya hər gün müəyyən bir sayda zikr etmək insanı bədən və ruh sağlamlığına qovuşdurur, işlərdə uğur qazandırır. Gəlin Ya-Bari deyərək bizi qüsursuz yaradan Rəbbimizə şükür edək. Allahım, Əl-Bari adının qüdrəti xatirinə bədən və ruh sağlamlığımızı qoru, işlərimizi qüsursuz et və bizi sənin yaratdıqlarında heç bir çatışmazlıq görməyən bəndələrindən et. Amin. Növbəti videoda başqa bir gözəl ismi öyrənəcəyik. Bizi izləməyə davam edin.